Salam, gələcək bilik verilişi efirdədir. Bugünkü verilişimizdə Azərbaycanın coğrafi mövqeyindən və hal-hazırdakı zamanın axınından asılı olaraq Azərbaycan elminin, biliyinin, təhsilinin həm qərb, həm də şərq mədəniyyətinin arasında seçim etmək və bu seçimi balanslaşdırmaq, bu seçimlərin içindən öz yolunu tapmaq məsələlərindən danışacağıq. Dediyim kimi, Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, burada qərb və şərq mədəniyyətləri qarşı-qarşıya gəlir və bu mədəniyyətlərin arxasında dayanan maraqlar qarşı-qarşıya gəlir. Və sürətlə inkişaf edən dünyanın texnologiyaları, yeni elm sahələri, istər tibb sahəsi olsun, istər kimya, fizika, biologiya, bütün bunlar dünyaya açıq bir şəkildə öyrənilməlidir. Yəni Azərbaycan, tək Azərbaycan yox, bütün dünyada elm universal, dəqiq elmlər universal bir bilik mənbəyi olduğuna görə bu dünya açıq şəkildə öyrənməlidir. Və dünya bu açılışın arxasında da bütün müsbət tərəfləri ilə paralel olaraq bir yumşaq güc metodu ilə mədəni bir təzyiq, mədəni bir təsir, bəzən hətta mədəni bir işğal da gəlir. Bu şəraitdə bizim təhsilimiz elmlə, dünyadan, xaricdən, Azərbaycanın sərhədlərindən kənardan bizə gələn elmlə bir yerdə gələn mədəni işğala qarşı bizim öz milli, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi necə təbliğ etməlidir ki, bizim gənclərimiz, şagirdlərimiz özləri bu balansı qoruya bilsinlər. Həm bilikli olsunlar, həm də milli. Sizin fikirlərinizi bilmək istəyərdik. Çox sağ olun. Gözəl mövzuya toxunduğunuza görə. Dediyiniz kimi qlobal, dünyəvi və aktual olan bir mövzudur. Hər kəsi, istər gənci, istər yeniyetməni, istər böyükləri narahat edən bir mövzudur. Niyə görə narahat edir? Çünki bəlkə çox xırdalığına qədər fikir vermədiyimiz, anlayışlarla tam tanış olmadığımız bir dünyaya açılan bir pəncərənin artıq pəncərənin önündəyik. Necə anlaya bilərik? Belə bir sual veririk. Çünki bizi əhatə edən mühit dünən yalnız ailədən, ətraf kənddən ibarət etsə, bugün artıq sivilizasiya inkişaf edir. Qərblə, istər Avropa, istər Amerika, dünyanın istənilən bir bucağından, istənilən bir sahəsindən, təkcə yerlə deyil, kosmosla da əlaqə genişlənir. Bu zaman uşaqlarımızın rastlaşdığı problem və yaxud da ki, onların maraq dairəsinin hara apardığı bizim üçün bir sehirli idi. Ancaq bu sehrin içərisində həqiqətləri tapmaq bugünün ən aktual məsələlərindəndir. Dünən qarşısına çıxan hər hansı bir əşyanı dərk etməyən, onun idarə edilməsinin necə olduğunu bilməyən bir nəsil artıq onun ixtirasına, onun funksiyalarının yenilənməsinə başlayıb. Bu zaman biz cəmiyyətdə qarşılaşdığımız, qloballaşma dediyimiz bir aləmdə açıq gözlə baxmağımızın məcbur olduğumuzun və yaxud da ki, ayaqlaşmağımızın məcburiyyətində olmağımızı dərk edirik. Əgər mən bu inkişafla bir xəbər olsam, geridə qalmış olacağam və məni əhatə edən mühitlə ayaqlaşa bilməyəcəyim. Bu zaman mənə əlçatımlı olan hər bir şey də əlimdən gedə bilər, bu xofu yaşaya biləcəklər. Lakin bir müəllim olaraq öhdəmizə düşən vəzifələrdən biri də odur ki, milli dəyərlərimizə, köklərimizdən gələn, dədə-babalarımızdan bizə gələn mirasları qoruyub saxlamaqla o ənənələrimizə sadiq qalaraq gələcəyimizi addımlayacaq bir körpünü yaradaq. Əgər deyirdiksə, bundan əvvəl bir deyim var idi. Deyirlər, əgər bir şagirdi, bir uşağı, bir yeniyetmə isə 7 nəsil özümüzün əvvəlki babalarımızı tanıyaq. Görən bu dəqiqə uşaqlar onları tanıyırlarmı? Çox insan kənd yerlərində sivilizasiya inkişaf etdikcə fərq yoxdur bizim üçün. Deyirik ki, kənd, şəhər. Ancaq ki, o köklərimiz, nəsil bağlarımız, ənənələrimizin qorunması günün tələbləridir. Bunun üzərində istifadə etmək, onların yaşlı nəslinlə söhbət olmaq, gənc nəslin maraqlandıran sualları qarşısında
ata, ana, nənə, babanın doğru cavab verəcəyi, köməkliyə ehtiyacı olan bir sahəmiz var. Onun inkişaf etdirilməsi elə biz müəllimlərin, ətrafımızda olan hər kəsin vəzifəsidir. Hər bir Azərbaycan vətəndaşı təbii ki, bilikli olmaqla yanaşı milli və mənəvi ruhda böyüməlidir və lazım gəldiyi anda öz biliyi ilə, lazım gəldiyi anda öz fiziki gücü ilə vətən keşiyində durmağı bacarmalıdır. Fikrimi belə izahlayım. Kitab-ı Dədə Qorqud dastanında belə bir epizod var. El ağsaqqalı məsləhət verir gəncə ki, torpağı qorumasan, onu əkib becərməyə dəyməz, amma torpağı deməli əkib becərməsən, onu qorumağa dəyməz. Yəni bu yöndə təbii ki, hər bir Azərbaycan gənci öz biliyi ilə, savadı ilə elə müharibədə də öz sözünü dedi. Məsələn, 44 günlük Vətən müharibəsində o coğrafiyanı bilməyən, o ərazinin landşaftının xüsusiyyətlərini bilməyən gənclər heç vaxt o Şuşanın dağlarına qalxa bilməzdi və yaxud hərbi təhsil almayan o gənclər o uğuru əldə edə bilməzdi. Təbii ki, bizim o savadlı, bilikli zabitlərimizin komandanlığı altında bu qələbə əldə olundu və təbii ki, ruh məsələsi var. Yəni hər bir vətəndaş, hər bir gənc o milli vətənpərvər ruhda böyüməlidir. Bunun vəhdəti məncə elə başlayır, ailədən başlayır. Təbii ki, təhsilin üçbucağı şagird, valideyn və məktəb üçbucağından başlayır. Yəni ailədən birinci o ilkin vətənpərvərlik ruhları, vətənpərvərlik toxumları səpilməlidir ki, daha sonra məktəbdə tədris prosesində müəllimlər tərəfindən o yönləndirilsin, istiqamətləndirilsin və cəmiyyətə layiqli vətənpərvər gənclər yetişsin. Ümumiyyətlə Azərbaycan təhsilinin əsas prinsiplərindən biri də elə milli və ümumbəşəri dəyərlərin gələcək nəsillərə çatdırılmasıdır. Və hal-hazırda da mən təhsil məktəblərində, orta məktəbdə coğrafiya müəllimi kimi çalışıram və bizim məktəbdə zəfər tarixi dərsini 9-cu siniflərdə bilirsiniz, fakultativ məşğələ kimi zəfər tarixi ayrıca bir məşğələ kimi, dərs saatı kimi tədris olunur. Yəni 44 günlük Vətən müharibəsi, ondan əvvəl 2016-cı ildə aprel döyüşləri haqqında orada şagirdlərə ətraflı məlumatlar verilir və məncə elə ən böyük örnək olan qəhrəmanlarımızın həyat yolu orada şagirdlərə aşılanır. Bugünün reallığı yəni bizim dəyişə bilməyəcəyimiz bir reallıqdır ki, dəqiq elmlər, informasiya texnologiyaları, biotexnologiyalar, robot texnologiyaları daha çox qərbdə, məsələn Avropada, Qərbi Avropa ölkələrində, Şimali Amerikada, Çində, Yaponiyada, Cənubi Koreyada, bu ölkələrdə inkişaf edir. Və biz bu biliklərə çıxmaq üçün mütləq onların təhsilindən istifadə etməliyik, onların elmi biliklərindən istifadə etməliyik. Və bilik, belə deyək, riyaziyyat nə qədər universal olsa da, bu riyaziyyatın və yaxud da riyaziyyat misal üçün deyirəm, başqa bir dəqiq elmi bizə pulsuz, şərtli dırnaq arasında pulsuz və yaxud da pulla verəcək o dövlətlərin də öz bir maraqları var. Yəni onu bilik özü bir maraqlara xidmət edən bir silah kimi də hətta istifadə olunan vacib bir məqamdır. Bu dəqiq bilikləri biz onlardan almağa bu günləri məcburuqsa, aydın məsələdir ki, müəyyən hallarda biz onların sözümün əvvəlində bayaq dediyim kimi mədəni, yumşaq güc kimi təsir imkanlarına da məruz qalırıq, mədəni təzyiqlərinə məruz qalırıq və bu da cəmiyyətimizdə bugün bu və ya digər şəkildə özünü göstərir, gənclərimizin davranışında özünü göstərir, geyimdə özünü göstərir, ailə münasibətlərində özünü göstərir. Bir mədəni, belə deyək, təsirlərin arxasınca isə artıq hansısa siyasi, iqtisadi maraqlar gəlir. Sizin fikrinizi bilmək istəyərdim ki, bax, çox qarışıq təsirlərin içində olan və bütün bunların içində, belə deyək ki, müdafiəsiz qalan hal-hazırda Azərbaycan bir 5 yaşında, 10 yaşında, 15 yaşında yeniyetmələri ilə gəncləri, uşaqları bundan necə müdafiə oluna bilərlər və bu müdafiəni
kim təşkil eləməlidir ki, həmin o mədəni işğal sonunda bizim gəncliyimizin Azərbaycana yaddaşmağı ilə nəticələnməsin? Siz sualı ünvanladıqca mənim gözümün qarşısında iki şəxsiyyət canlanır. Virtual olaraq. Biri Hacı Zeynalabdin Tağıyev, digər tərəfdə isə Lütfüzadə. Niyə görə bunları ikisini canlandırdım? Çünki əsrin əvvəllərində ziyalılarımızın vəzifələrindən biri təhsilli gənclik və təhsilli gənclərin çoxalması. Və bu istiqamətdə mesenator olan Hacı Zeynalabdin Tağıyev Avropaya gənclərin təhsil almasına təşəbbüskar olub, lakin sonradan həmin təhsilli gənclərin elə Avropada qalması ilə narahat olur və bunun üçün də Azərbaycanın qızlar məktəbini açdı. Demək, əksəriyyəti təhsil alıb Avropada qalır, ailə qurub orada yaşayırdılar. Geridən Azərbaycana qayıtmağı unudurdular. Bu, Hacı Zeynalabdin Tağıyevi yox, təkcə Azərbaycanı narahat edən bir səbəb idi. Çıxış yolunu isə bir vətənpərvər olaraq, vətənini sevən şəxs olaraq Hacı Zeynalabdin Tağıyev öhdəsindən gəlmək üçün müəyyən addımlar atdı. Digər tərəfdən isə Lütfüzadəni yetişdirən Azərbaycanlı bir ailədə təhsil alsa, böyüsə, tərbiyə görən bir şəxs Amerikada artıq nisbilik nəzəriyyəsini və yaxud da ki, biz bu dəqiqə hər hansı bir elektronika əsrinin inkişaflarını gördüyümüz halda Lütfüzadənin gördükləri bir addımın ilk cığır kimi adlandırdıqda dünyaya verən töhfələri, Amerikanın ondan necə istifadə etdiyi hər kəsə bəllidir. Bu, məktəbdə təhsil alan 3-cü, 4-cü sinif şagirdlərinə də, eləcə də ki, araşdırma aparan, Azərbaycanın tarixi, gələcəyi, elmi ilə maraqlanan hər bir kəsə tanışdı. Bax, bu istiqamətdə biz istər Lütfüzadəni, istər Hacı Zeynalabdin Tağıyevin mesenator olaraq bu gördüyü işlər və Bugünümüzdə isə texnikanın inkişaf etdiyi bir dövrü vurğulayırıq tez-tez və ali məktəblərə qəbul olan abituriyentlərimiz ixtisas seçəndə üstünlük verdikləri günün tələblərinə uyğun olan ixtisaslar. Bu da üstünlük verir 1-ci və 4-cü qruplarda yeni bir ixtisaslar. Elə götürək biotexnologiya, kompüter ixtisasları, IT mütəxəssisi və digər. Və orada elə bir ixtisaslarla rastlaşırlar ki, deyir ki, biotexnologiya. Mən biotexnologiya ixtisasını seçirəmsə, bu sahə üzrə ölkəmdə çətinlik çəkib, əgər o ixtisasda mütəxəssisə azlığı ilə rastlaşacağam, özümü inkişaf etdirə bilməyəcəm və digər tərəfdən ikinci bir tərəf qarşılaşdığı araşdırma axtarırım. Amerikada biotexnoloq nə qədər maaş alır, əmək haqqı alır və onun məbləği hər kəsə maraqlı gəldiyini görə özü Avropa təhsilini üstdür. Gedir Avropada, Amerikada. Bu da gənclərimizin əksəriyyəti özlərini avantajlı hiss etmək üçün Avropaya üstdür və inkişaf edir, təhsil alır və bir müddətdən sonra maaş, maddiyyat onu yenidən ölkəsinə qayıtmağa yadırxıtır və gəlmək istəmir. Ancaq unutmayaq ki, həmin gənclərin Azərbaycana, öz vətəninə, öz elinə, elə öz kəndinə qayıtmağına çox böyük ehtiyac var. Niyə? Çünki Azərbaycan inkişaf etmiş ölkə olaraq digər ölkələr arasında görmək hər bir kəsin istəyidir. Biz qürurlanırıq ki, niyə görə Azərbaycanın bayrağı digər yüksək inkişaf etmiş ölkələrin arasında, bayraqların arasında dalğalanır. Azərbaycan, elə qeyd etdik, 44 gün müharibədə göstərdiyi rəşadət və onların silahlar, texniki bacarıqlar, o döyüş qabiliyyəti, inkişaf etdirilmə, hamısı bu elmin sayəsindədir. O elm sayəsində inkişafı, mən deyərdim ki, biz müəllimlərin üzərindədir. Ən böyük iş. Niyə? Təbii ki, birinci mərhələdə ailədən başlayır. O tərbiyə, mənəvi dəyərlər ailədən başlayır. Ailə əgər bunun öhdəsinə layiqincə gəldiyi, bacardığı qədər onu formalaşdırdığı məqamda biz məktəbdə müəllimlərin o istiqamətdə iş görməyimiz nisbətən yüngülləşəcək. Uşaq artıq dərk edəcək ki, bu mənim mənəvi dəyərlərimdir. Vətənimə bağlılıq, yurda sevgi, əməksevərlik və vətənim üçün nə etməliyəm? Məmməd Araz gözəl deyib, vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı. Artıq bunu eşitmişik, görürük və kimlərin hansı səviyyədə necə inkişaf etdirildiyini və Avropada niyə mən geri qalmalıyam? Artıq Avropaya meydan oxuyan bir Lütfüzadəni yetişdirən Azərbaycan. Azərbaycanın o
tərbiyəsini görən bir insan, digər təkcə Lütfüzadə deyil, digər tanınmışları ki, indi müasir dövrümüzdə də var belə bir insanlar, şagirdlərimizə örnəkdir. Elə Reyhan Camalova. Bəli. Reyhan Camalova Amerikanın deyək ki, hər bir yerdə tanınır. Artıq məzun oldu. Universitet məzunu oldu. Hər kəs bir kəşfi ilə dünya tanıyır. İndi bizim layihələr var ki, müəllim də təsdiq edər ki, gələcəyin alimi. O uşaqlarımız inkişaf etmək istəyir, bacardığı qədər araşdırır, texniki fənlər, təbiət fənləri sayəsində inkişaf edərək gələcəyin aliminə üst tutur. Bir dəfə çətin olacaq. Heç vaxt hər bir iş heç vaxt asan olmayıb. O pillələri qalxdığımız zaman hər kəsin çətinliklə rastlaşdığı bəllidir. Yavaş-yavaş 1, 2, 3 artıq onun məhkəmlətdiyi. Einsteynin də dediyi kimi sual verirlər ki, sən bu məşhurluğu necə əldə etdin? Deyir ki, məğlubiyyətimin ucbatından. Məğlubiyyətlərimin sayəsində mən məşhurlaşdım. Təbii ki, gəncliyimiz çətinliklərlə rastlaşacaq. Ancaq o, qarşılıqlı şəkildə, birlikdə, milli mənəvi dəyərlərə sadiq qalaraq. Çünki biz orta məktəbdə Azərbaycan ədəbiyyatını keçirik, Azərbaycan dilini keçirik, Azərbaycan tarixini keçirik, coğrafiyasını keçirik və bununla bərabər dünya ədəbiyyatını öyrənirik, dünya tarixini. Mənə elə gəlir ki, digər belə bir tarix müəllimimiz səhv etmirəmsə, mənim elə yadımda olanı deyəcəyim, başqa dövlətlər bəlkə biz oxuduğumuz dövrdə 3 tarix keçirdik. Azərbaycan tarixi, SSR tarixi və dünya tarixi. Bəlkə başqa dövlətlər heç Azərbaycan tarixini öyrənməsə də biz ancaq dünya tarixini öyrənirik. Niyə? Çünki savadlı gəncliyə ehtiyacımız var. Özümüzü müdafiə etməyə haqqımız olmalıdır. Niyə Azərbaycan erməni əgər uşaq hər hansı bir tribunada öz haqqını tələb etdiyi halda bizim gəncliyimiz niyə savadlı olub öz haqqını, öz tarixini müdafiə etməməlidir? Çox doğru qeyd edirsiniz. Biz hər gün yenilənən texnologiya dünyasında yaşayırıq və bütün sahələrdə olduğu kimi təbii ki, təhsil sahəsində də təsir edir, təsir dairəsi çox genişdir. Amma belə götürək, yəni sosial şəbəkələr, yeni smartfonlar, yeni texnologiyalar mənə elə gəlir ki, öz funksiyasında, öz çərçivəsində istifadə edildikdə daha az zərərli olur. Misal üçün, bizim bir müəllimlər otağında belə bir müzakirəmiz olub. Dedilər ki, bu dəqiqə sosial şəbəkələr çox yayılıb, şagirdlərə mənfi təsir filan. Amma orada gözəl bir çıxış oldu. Deyir, insana Allah Taala bu əlləri, əzaları bəxş eləyib, onunla əllər bəxş eləyib, ona xariqələr yaradırıq, onunla abidələr yaradırıq, insanlara kömək eləyirik, yeni nələrsə kəşf eləyir. Amma elə insan var ki, onunla oğurluq eləyir, insan həyatını məhv eləyir, öldürür və s. Yəni, sözümün canı odur ki, bugünkü gündə, misal üçün, şagirdlərə müxtəlif videolar, tədris prosesində istifadə olunan videolar göstərmək üçün elə sosial şəbəkələrə müraciət edirik. Bütün bizim bu tədbirlərimizdə, mən özüm coğrafiya müəllimiyəm, Günəş sistemi haqqında, planetlər haqqında videoları mən xarici saytlardan götürürəm, elə TikTokun özündən videolar yükləyirəm və elə olur ki, tədris prosesində proyektor vasitəsilə uşaqlara göstərirəm. Yəni, hər bir mənə elə gəlir ki, texnologiyanın, yeniliyin öz məqsədimizə uyğun istifadə eləsək və bunu da necə bacararıq? Təbii ki, düzgün metodika ilə, düzgün istiqamətlənmə ilə. Yenə də mən qayıdıram, hər şey birinci növbədə ailədən başlayır. Uşaqların müəyyən yaş qrupları var da, bilirsiniz, bioloji yaş var, onun pasport yaşı var, onun yəni hormonal inkişaf dövrü var filan var. Yəni bu yaş qrupuna uyğun olaraq valideyn öz uşağı ilə, evladı ilə dost olmalıdır. Onun belə deyək, nə istədiyini bilməlidir. Bir məsələdə sizin fikrinizi bilmək istəyərdim. Bugün Azərbaycan orta məktəbləri, ümumiyyətlə təhsil sistemi belə bir yanaşma 5 il, 10 il bundan əvvəl çox aktual bir mövzu idi Azərbaycanda da, qloballaşma, ondan əvvəl Avropa dəyərləri, Avropa inteqrasiya, bu nəsə bizim belə deyək ki, həm təhsilimizin, həm ictimai siyasi həyatımızın bir keçid mərhələsi kimi oldu və indi hal-hazırda bu məsələ o qədər aktual deyil. İndi daha çox milli məsələlər ortadadır. Bəli. Bax, bugün Azərbaycan təhsil sistemi gəncləri dünya vətəndaşı kimi hazırlaya bilirmi? Çünki yəni nə qədər biz milli dəyərlərə söykənsək də, məsələn bu biri tərəfi də var, nə qədər Azərbaycançılıqdan danışsaq da,
Bugünkü dünya 100 il əvvəlki, 50 il əvvəlki dünya deyil ki, qapalı bir mühitdə onlar rahat yaşaya bilsinlər. Bugün dünya vətəndaşı belə deyək, dünya görüşündə olmayacaq bir insanın nə elmdə, nə sənətdə, nə iqtisadiyyatda, biznesdə hansısa böyük uğurlara imza atmağı çox müşkül məsələdir. Yəni beyinlər dünya açıq olmalıdır. Beyinlər dünyanı bütövlük kimi qəbul edə bilməlidir ki, bu dünyanın içində hansısa bir nailiyyətlərə imza ata bilsinlər. Bu baxımdan Azərbaycan təhsil sistemi dünya vətəndaşı hazırlaya bilirmi? Və ümumiyyətlə belə bir məqsəd varmı? Təbii ki, sizin sözünüzə qüvvət. Biz keçid dövrü mərhələsində 90-cı illər və 2000-ci illərdə müxtəlif dövlət proqramları həyata keçirilirdi. İldə yüzlərlə tələbə xaricə təhsil almaq üçün göndərilirdi filan. Bayaq müəllimə də dedi, yəni onlar müəyyən bir məqsədlə, müəyyən həyat şəraiti, məvacib filan o məqsədlə qalırdılar orada. Çoxsu belə deyə də geri qayıtmırdı. Amma bugünkü gündə mən şəxsən öz ətrafımdan belə görürəm ki, xarici təhsil alıb Azərbaycana qayıdan və öz karyerasını, işini biz öz vətənində qurmağı planlaşdıran gənclər daha çoxdur. Bundan əlavə, respublikamızda o keçid dövründə olan bir ölkə deyil. Bizim bir dəqiqə gündəmdə biz görürük respublikamızın həm siyasi sahədə, həm təhsildə, həm idman, həm incəsənət sahəsində yəni beynəlxalq arenada tanınır. Vaxtilə bunu etiraf etmək lazımdır ki, Avropada bir sorğu aparmışlar. Küçədə İtaliyada Roma küçələrində soruşurlar Azərbaycan. Onlar deyirdilər elə bir münaqişə gedən bir region kimi də, yəni Suriya, Fələstin bu region kimi başa düşürlər. Heç harda olduğunu tanımırlar. Amma bu dəqiqə yəni beynəlxalq həm də ölkəmizdə beynəlxalq yarışlar təşkil olundu. Avropa oyunları, İslam oyunları, bu cür beynəlxalq tədbirlər ölkəmizi tanıtdı və mənə elə gəlir ki, hal-hazırda biz özümüz də dünyəvi bir vətəndaş hazırlaya bilirik. Bu dəqiqə bildiyim qədərilə Neft Akademiyasında çoxlu sayda xarici tələbə təhsil alır. O gün elə həmin o ali təhsil müəssisəsinin ətrafındaydım və mən 2011-15-ci illərdə təhsil almışam. O illərlə müqayisə elədim, gördüm həddindən artıq çox xarici tələbə var. İndi mən həmin ali məktəb misal göstərdim və digərləri. Yəni o deməkdir ki, artıq Azərbaycan təhsili də digər xarici ölkələr üçün maraqlıdır. Və biz özümüz də təbii ki, dünyəvi bir vətəndaş yetişdirə bilərik. Və təbii ki, milli və ümumbəşəri dəyərlərə sadiq qalmaqla, mən misal üçün nəyi misal göstərirəm? Müxtəlif təhsil modelləri vardır. Biz bugün Singapur, Finlandiya təhsil modellərindən danışırıq. Elə Yaponiyanın özü sırf öz milli dəyərlərinə yatırım eləməklə, öz milli dəyərlərinə daha çox önə çəkməklə inkişaf ediblər. Heç bir faydalı qazıntısı yoxdur. Nə nefti var, nə daş kömürü var, nə dəmir filizi var. Adi dəmir filizi olmayan bir ölkə bu dəqiqə iynədən tutmuş, kombayna qədər hər şey hazırlayır və dünya onu satır və dünyanın ən böyük inkişaf edilmiş 7 ölkəsindən biridir. Yəni bu istiqamətdə mən deyə bilərəm ki, Azərbaycan Respublikası hətta öz resursları var bizim təbii resurslarımız var, hətta bizim ən çox insan kapitalımız var. Yəni ixtisaslı kadrlarımız var. Bayaq müəllimə çox düzgün vurğuladı. Lütfizadədən danışdı və o Lütfizadənin davamçıları bu gün də var. Reyhan Camalovalar var, Turallar var. Yəni 50 milyon dollara Twitter'a öz hazırladığı proqramın prototipin bəli öz Qubamızın yetirməsidir. Burada təhsil alıb. Yəni bunlar davam eləyir. Biz mənə elə gəlir ki, heç də özümüzü yüksək qiymətləndirməliyik. Heç də belə biz dünya səviyyəsində artıq keçid dövrün keçmiş ölkəyik. Mən belə fikirləşirəm. İnkişaf edən gənclik, bir-birinə rəqabət varsa, bu çox böyük yüksəkliyə apara bilir. Biz gözümüzün qarşısında bu günlər sərbəst öz fikrini çatdırırsa, tənqidi yanaşa bilirsə, əsas tənqidi təfəkkürü inkişaf etdirən gənclik bu günlər bizim üçün vacibdir. Niyə görə? Qarşısında olan hər hansı bir əşyaya, hadisəyə tənqidi yanaşan şagirdlər özünün hansı addımı atacağını və ya da özünə nə lazımdır və bunun kimə faydası var? Bu suallar qarşısında çıxılmaz vəziyyətə düşməz. Və bunun içərisində əsasən deyirik ki, mənəvi dəyərlər. Mənəvi dəyərlərlə bərabər əsas inkişaf etdirilməli lazım olan məqam tənqidi təfəkkürdür.
nəyin yaxşı, nəyin pis, nəyin doğru, nəyin səhv olduğunu əgər uşaq başa düşürsə, onun istənilən bir texnika və yaxud da istənilən bir qurum, kiminsə təsirinə düşməsi heç vaxt mümkün olmayacaq. O artıq dərk edəcək ki, mənə bu lazımdır, bu istiqamətdə inkişaf etməli və bu təkcə etdiyim deyil ki, bir smartfonu yaratmaq, kimsə ki, deyək ki, robotdur bu dəqiqə, robotu hazırlayırıqsa, gənclik deyək ki, mən bu robotu hazırlayayım. Ancaq bu robotu hazırlayan gənc yox, bu robotu hazırlayım, nə məqsədlə hazırlayıram və bundan kimlər istifadə edəcəklər? Bu robotun hansı funksiyaları yerinə yetirməsi mənim üçün, ətrafımdakılar üçün faydalıdır. Və bu gənclər var. Yavaş-yavaş məktəblərdə tədris edilən sistem, sahibkarlıq, rəqəmsal bacarıqlar, fənlər arası inteqrasiyalar, müsabiqələr, gələcəyin alimi, Lütfüzadə, digər müsabiqələrimiz var ki, hansı ki, Kenquruda düşən suallara baxanda riyaziyyat deyiriksə, riyaziyyatla yanaşı məntiqdir. Lütfüzadə bir bacardı, serebridir. O oxumaq bacarıqlarını, onun tənqidi təfəkkürünü inkişaf edir. Gör nə qədər üstünlüklərini biz görə bilərik. Məktəbin içərisində hətta deyir ki, bizi narahat edən bu 9 illiklərin nəticələrini nisbətən artmasını görəndə sevinirik. Niyə? Elə bu proqnozu biz əvvəl verdik müəllimlər ki, bu bizim üçün irəliləyiş olacaq bu illəri. Deyir, necə? Çünki şagirdlərimiz bir bacarı, serebri layihəsini iştirak edirlər və orada oxuyub anlamanı həyata keçirirlər və PISA qiymətləndirməsinə iştirak edir 15 yaşlı. Beynəlxalq qiymətləndirmə, hətta bir rəqabət yarandı. Niyə görə Ermənistan Azərbaycandan yüksəklikdə olduğu, yüksəkdə yer qərar tutduğu halda biz rəşadətimizlə 44 günlük müharibədə bir qələbəni qazandıqsa, o elm sayəsində qələbəni qazana biləcəkdi. O rəqabət, o həvəs, o stimul şagirdlərimizdə görəndə həqiqətən deyirik ki, bu gənc yeniyetmələr, yetirmələrimiz artıq nəyin xeyirli, nəyin ziyan olduğunu bilirlər. Hansı bir sosial şəbəkə onu fikrindən döndərsə də, tənqidi təfəkkür inkişaf edən gəncliyi yolundan azdırmaq çətin olacaq. Sinqapur təhsil modeli dediniz, Finlandiya təhsil modeli dediniz. Yəni mən mütəxəssis deyirəm, çoxdur belə anlamlarda, müxtəlif ölkələrdə, müxtəlif regionlarda özlərinə məxsus bir yanaşmaları var təhsilə. Sizin fikrinizcə, təbii ki, bu çox dərin məsələdir, uzun məsələdir, mürəkkəb məsələdir, amma belə sadə dildə desək, Azərbaycanın özünün bir təhsil modeli nə olmalıdır? Bəli, yəni bayaqki fikrimin davamı olaraq deyə bilərəm ki, bizim özümüzün, yəni biz belə deyək də təhsil sistemimizi, prinsiplərimizi elə qurmuşuq ki, yəni digər dövlətlərdən o metodikanın ən müsbət tərəflərini, keyfiyyətlərini götürək və özümüzünü əlişdirək, yəni özümüzün bir dəyərimizə çevirək onu. Misal üçün, kurikulum sistemi yeni gəldi, tədris prosesinə cəlb olunanda, bu bizim çox müəllimlərimizə o çox çətin gəlirdi, uyuşa bilmirdilər. O, yəni standart ənənəvi təhsildən yeni innovativ təhsilə keçiddə müxtəlif problemlər oldu. Yenə də biz bugünkü gündə artıq o prosesi aşmışıq. Müxtəlif kurslar, təlimlərə cəlb edərək müəllimlər o mərhələni aşıblar. Amma yenə də biz sırf belə deyək, İngiltərədə olduğu kimi kurikulumun sırf həmin o çərçivədə biz onu tədris eləmirik. Yenə də biz öz milli mənəvi adət-ənənələrimizə uyğun, bizim ailə dəyərlərimizə uyğun, yəni Amerikalı uşaqla Qubanın Alpan kəndində olan uşağın bir psixologiyası, onun o mənəvi dünyası, dünya görüş eyni deyil. Yenə deyirəm ki, biz istər Finlandiya təhsil, Sinqapur təhsil sistemini və neçə beynəlxalq təcrübələri mənimsəyib özümüzün dəyərinə çevirməliyik və öz milli mentalitetimizə uyğun, öz milli dəyərlərimizə uyğun onu inkişaf elətdirməliyik. Bugün demək olar ki, Azərbaycan təhsil modeli var, yoxsa hələ formalaşır? Mən deyərdim ki, hələ formalaşır. Sizin fikrinizcə necə olmalıdır bu proses, necə formalaşmalıdır? Müəllim qeyd etdi, çox gözəl vurğuladı o milli dəyərlər. Milli dəyərlər, milli ədəbiyyat, milli musiqimiz. Deyək ki, texnikanı sevə bilir bütün hər kəs maraqlanır. Balaca uşaqda o texnikanı idarə etməyə, telefonu idarə etməyə çalışır. Ayaqlaşır nə ilə? Avropa ilə. Bu ayaqlaşma, texnikanı bilirsə, rəqəmsalı bilirsə, digər onu ikinci bir tərəfdə inkişaf edəcəyi milliliyi, musiqisi var. Milli musiqimiz, incəsənətimiz, operamız o milliliyimizə sadiq qalır. 2 il bundan əvvəl biz innovativ məktəb layihəsindən İsraildə
bir ay təlimdə olduq. Azərbaycandan olan artıq bu 7-ci, 8-ci dəfə idi ki, biz 50 nəfər müəllimlə bir yerdə idi. Təhsil Nazirliyinin xəttindən girmişdik. Müsabiqədən keçib iştirak etmişdik. Orada bizi müəyyən dərs günləri və dərs günlərindən əlavə istirahət günləri xüsusi ekskursiyalar, açıq hava dərslərinə cəlb edirdilər. O həm maraqlı gəlirdi, həm də ki, biz qarşılaşdığımız, mənə şəxsən çox maraqlı gələn Da Vinci muzeyinə bizi səyahət aparmışdılar. Da Vinci muzeyində eksponatlar həqiqətən çox qədim, möhtəşəm bir uçan avtomobil idi. Onun maketlərinə baxırdı hazır görünüşlər və diqqətimizi kənarda valideynin izləyici, araşdırma apardığı müəyyən, bəlkə də onlar hardasa bir elmi işçiydilər və yaxud da ki, təhsil alırdılar müəyyən magistraturada, doktoranturada. Lakin onunla bərabər az yaşlı, 1-2 yaşlarında olan uşaqları var idi. O uşaqlar sərbəst idilər. Sərbəst o avadanlıqları, aparatları elə idarə edirdilər, maraqlanırdılar. Açıq idi, sərbəst şəksinə o ağırlığı qaldırırlar və yaxud da ki, hərəkət edirlər, müəyyən çaxları fırlatırdılar. Uşaq balaca, 2-3 yaşında uşaq onu idarə edirdi. Ancaq biz müqayisə edərdə bəzən valideyni ora dəymə sınacaq, o sən üstünə aşacaq, yıxılacaqsan. O reaksiyaları tez bildirir. İstər evdə, istər də ki, kənarda. Onu qoruyucuq. Eksponat olaraq saxlayıcı. Ancaq uşaq onu görərək yaşayırsa, onu tətbiq edirsə, onun funksiyasını görürsə, heç bir elmə ehtiyac yoxdur. Ancaq özü düşüncə tərzi ilə ona necə yarandı, bu nəyə görə funksiyanı artıq onu konstruktiv olaraq yaratdı, gördü və ona yanaşmasını müəyyən təcrübədən faydalanaraq ortaya çıxarması və daimi olaraq beynində bir iz saxladığını şahidi oluruq. Bax, bizim Azərbaycan təhsilində də imkan, deyək ki, ekskursiyalarımız, açıq hava dərslərimiz, müəyyən qarşılıqlı şəkildə qonaqlıq deyək də, qardaşlaşmış məktəblər, bir-birimizlə əlaqələrin qurulması gələcəkdə daha möhkəm şəkildə, kökləşmiş şəkildə Azərbaycan təhsilinin əsasını qoya biləcək. Hələ ki, deyək ki, formalaşıb, xeyr. Çünki biz elə formalaşırıq. Nədən? Kurikulumdur. Kurikulumu Almanya, Avropa, Finlandiya ilə müqayisə edirik. Digər tərəfindən Singapur. Keçən görüşümüzdə də dedik, Singapur modeli hər dəfə günün aktual mövzularından biri də Singapur. Mənə əgər lazımsa bir proqramda 36 və yaxud da 32 mövzu, mən onu çoxluğu ilə yox, lazım olan 6 mövzunu çox öyrənmək. Çox öyrətmək yox, çox öyrənməyə köklənməliyik. Şagird onu araşdırmalıdır. Əgər biz 6 mövzu keçəcəksə bir ildə 36 yox, 6 mövzu. 6 mövzunu xırdalığına qədər mükəmməl şəkildə öyrənməyimiz öhdəsindən gəlməliyik və təbiət texnika ilə bərabər dil bacarıqları, rəqəmsal bacarıqları öyrənməliyik və milli dəyərlər. Milli dəyərlərə baxarkən səhv etməmsə Çindədir. 4-5-ci sinifə qədər uşaq elmləri yox, yalnız vətənpərvərlik, milli dəyərlər, vətənpərvər ruhda vətən sevgisini öyrənirlər. Onu öyrəndikdən sonra dünyəvi elmlərə maraq göstərirlər. Artıq onun körpə yaşında beyinlərinə yazılmış, daş üzərində yazılmış, cızılmış yazını xatırladır. O heç vaxt yadlarından çıxmır. Və onun üzərində artıq özünün milliliklərini dünyaya yaymağa çalışır. Bizim də inanıram ki, yaxın gün illərdə yox, yaxın 10 illiklərdə belə bir təhsilimiz olacaq. Məncə, yəni, subyektiv fikrimdir, mütəxəssis deyiləm, amma siz dediyiniz o sonuncu məqam Çinin modeli əslində çox yəni, perspektivli bir yanaşmadır. Düşünülmüş bir yanaşmadır mənim fikrimcə ki, yəni o ilkin ibtidai siniflərdə insanın belə deyək, mənəvi kimliyi, milli kimliyi formalaşdırıb, sonra onun üzərinə, o bünövrənin üzərinə artıq dəqiq elmlər öyrətmək mükəmməl bir yanaşmadır. Bugün Azərbaycanın milli adət-ənənələri, milli dəyərlər kateqoriyasına şamil edilən bəzən standartları həm də təhsilə mane olacaq bir reallıqdır bu. Yəni, biz milli adət deyirik, milli ənənə deyirik, bunların hamısını ümumiləşdiririk, amma içində elə standartlar var ki, elə yanaşmalar var ki, təhsilə də inkişafı da mane olur. Məsələn, təhsilə yanaşmada cins seçimi. Məsələn, bu qıza yaraşan ixtisas deyil, qız gedib xaricdə oxumaz. Məsələn, Azərbaycanda mən bilmirəm, varmı, yoxmu, qızlarımız Milli Aviasiya Akademiyası var. Orada oxuyurlar qızlar, çox gözəl.
Çox gözəl. Mən bilmirdim. Deposunda 2 nəfər tələbəm qəbul oldu. Çünki yəni belə bir hadisənin belə deyək ki, məlumatım var idi ki, orada oxumaq istəyən bir gənc xanıma imkan vermədilər ailəsi tərəfindən ki, yəni aviasiya, təyyarələr filan ora xanım üçün uyğun deyil və o getdi başqa bir yerdə oxudu. Pedaqogika sahəsinə yönləndirdilər. Yəni bax bu milli adət dediklərimiz, ənənə dediklərimiz standartlar hər də təhsilə də mane olur. Bu gün Azərbaycan dövləti xaricdə təhsil proqramı tətbiq eləyir və bu təhsil proqramında da cins ayrımı yoxdur. Yəni ora qızlar da, oğlanlar da gedib xaricdə təhsil ala bilərlər. Bu gün elə deyək, orta məktəbi bitirən məzunlarımız nə dərəcədə həmin o birbaşa gedib xaricdə oxumaq, xarici bir dövlətdə müstəqil valideynlərin daimi nəzarəti, müəllimlərin, oradakı müəllimlər artıq onlara buradakı kimi nəzarət eləməyəcəklər də aydın məsələdir. O böyüklərin nəzarəti olmadan müstəqil şəkildə gedib yad bir mədəniyyət, yad bir qanunvericilik, yad bir iqtisadi zona olan bir məmləkətdə təhsil alıb, bilik alıb, inkişaf eləməyə nə dərəcədə hazırdılar. O məzunlar məktəbdən çıxanda bunu psixoloji olaraq, bilik olaraq mənimsəyirlərmi? Təbii ki, mən bir real hadisəni qısa olaraq demək istəyirəm. Mən ilk təyinatımı Quba rayonu Xaltan kəndində işləmişəm. 2016-cı ildə 1200 metr dəniz səviyyəsinə hündürdə və rayon mərkəzindən 70-80 kilometrə qədər aralıqda yerləşən ucqar bir kənddir. Amma həmin dövrdə mən oradan nəyi müşahidə elədim? Yəni bu qədər ucqar bir yerdə yerləşən əhali təhsilə çox böyük maraq və istəklə yanaşırdılar. Siz cins ayrı seçkiliyi dediniz. Yəni o dövrdə mənim yadıma gəlir ki, hal-hazırda müəllim işləyir o tələbəm. Yəni çox maddi cəhətdən imkansız bir ailə idi, amma öz uşaqlarını oxutmaq, özü də qız evladları idi. Onun üçün də əlindən gələni eləyirdi ki, mütləq onlar təhsil almalılar və həmin dövrdə 506 bal yığdı. Heç bir hazırlığa getmədən, orada yəni hazırlıqdan söhbət gedə bilməzdi. Sırf elə öz məktəbdə oxumaqla Azərbaycan Dövlət Müəllimlik ixtisasına bizim bu Quba filialında oxuyub qurtardıq. Yəni bir neçə o cür qız uşaqları oldu ki, o şagirdlərimiz orada yəni hiss olunurdu ki, ailədə bu oxumağa, elmə, təhsilə qarşı maraq var. Biz dünyəvi bir ölkəyik. Hacı Zanattin Tağıyevin də bir fikri var idi ki, əgər bir insan təhsil alırsa, bir insan təhsil verirsənsə, sadəcə bir fərdin təhsil olmasına vəsilə olursan. Amma bir qız uşağı təhsil alırsa, deməli sən bir ailəyə təhsil vermiş olursan. Bu yöndə məncə Azərbaycan gənci, Azərbaycan qızları elə dünyanın müxtəlif ölkələrində gözəl təhsil almağa layiqdirlər və onu bacarırlar məncə layiqincə. Bayaq, yəni təkrar olmasın, Reyhan Camalovdan danışdıq. Onun kimi yüzlərlə bizim tələbələrimiz var. Mənim qrup yoldaşım hal-hazırda dövlət proqramı ilə Çində təhsil alır, Nanjing şəhərində Gülnaz Quliyeva. Yəni bəlkə yüzlərlə belə misallar çəkmək olar. Mənə elə gəlir ki, biz bu aşamaları artıq keçmişik. Bugünkü Azərbaycan təhsili, orta məktəb sistemsi və ali məktəb, sizin fikrinizcə daha çox, siz əslində dediniz, amma biraz da dərinə getsək, daha çox Avropa yönümlü, Avropa modelli təhsil sistemidir, yoxsa daha çox şərq yönümlü təhsil sistemidir? Texniki fənlərə baxdıqda biz Avropa yönümlü olduğumuzu görürük. Avropa inkişafını görürük. Ancaq deyəyim ki, öz köklərimizdən ayrılıb şərqi unuturuq yox. Çünki elə götürək ki, riyaziyyatın əsası da elə şərqdən gəldi. Biz Abbasqulu Bakıxanovu xatırlayırsınız, Qubalımızı, yerlimizi deyək ki, Abbasqulu Bakıxanov Kəşf-i Qaraib əsərini yazıb. Kəşf-i Qaraib əsərində coğrafiya ilə Kolumbun kəşfləri heç bir-birindən ayrı və yaxud da ki, Nəsrəddin Tusisi şərqdir. Avropa dünyanın elə bir ki, coğrafi kəşflər və yaxud da planetlərin kəşf edilməsi. Bu töhfələr heç də hər bir inkişafı Amerikanın, Avropanın üstünə atmaqla deyil. Bugünümüz qərbdirsə, köklərimiz şərqdir. Ancaq ki, çox təəssüf ki, üstünlüklər qərbə verilir. Sizin fikriniz?
Bəli, müəllimənin fikirlərinə qatılıram. Yəni müəyyən ola bilər ki, günümüzdə olan yeni texnologiya, yeni innovasiyalar biz götürürük qəbdən və buna məcburuq. Burada mən belə bir şey deyim, pis bir nəsə də yoxdur. İnsan yəni daim öyrənməlidir. Biz genişləm. Elm elə bir şeydir ki, elə bir misal var. Deyir, elm Çində də olsa onun dalınca get. Düzdür, Çin də şərq tərəfdir. Amma yenə də mənə elə gəlir ki, bəli, o tariximiz, ədəbiyyatımız, milli mənəvi dəyərlərimiz həmişə biz onları deməli gələcək nəsillərə ötürməliyik. Amma yeniliklərdən də kənarda qalmaq olmaz. Yəni biz şərq ölkəsi, bizim milli adətlərimiz şərq kökənli deyib də kifayətlənib, yəni indiki yeniliklərdən kənarda qalmaqla inkişaf eləmək olmaz. Yəni bunların ikisini də vəhdət şəklində məncə birlikdə vəhdət şəklində öyrənsə daha yaxşıdır. Sözümüzə qüvvət, yəni əslində Azərbaycanda o tarixən gəlib keçən mədəniyyətlərin hamısından faydalı nələrsə götürə-götürə formalaşıb Azərbaycanın mədəniyyəti. Bu baxımdan yanaşsaq, Qərbin, Şərqin çoxlaşmasında Azərbaycan elminin, təhsilinin inkişafı sizin fikrinizcə neçə ildən sonra mümkündürmü və neçə ildən sonra Azərbaycan təhsil modeli deyilən bir fenomen kimi ortaya qoyula bilər ki, o da artıq misal üçün Singapur modeli, Finlandiya modeli kimi çevrilir. Bəli, başqa ölkələrə biz o modeli nümunə kimi göstərə bilərik, öyrədə bilərik ki, bu təhsil sistemi fərqli, daha yaxşı nəticələr ortaya qoyur. Mənə elə gəlir ki, o həmin tarix çox uzaqda deyil. Yəni biz bugünkü gündə beynəlxalq qiymətləndirmələr keçirilir. Müəllimə dedi, PISA qiymətləndirilməsi müxtəlif beynəlxalq çərçivələrdə biz artıq pillə-pillə irəliləyirik və bayaq dediyimiz kimi müxtəlif tədris metodikalarını özümüzləşdirərək, öz dəyərimizi çevirərək onları Azərbaycan modelinə mənə elə gəlir ki, çevirməyimiz tarixi çox uzaqda deyil. İnşallah ki, biz ona nail olarıq və gələcəkdə elə siz dediyiniz kimi Singapur, Finlandiya kimi bir Azərbaycan təhsil modeli də gündəmə gələr. Məncə çox uzaq deyil yəni. Necə ki biz xatırladaq, deyək ki, Azərbaycan milli ailə dəyərləri bütün Avropaya, Amerikaya bir nümunədir. Bir var ki, atanın hökmran olduğu, digər tərəfdən ananın hökmran olduğu, ancaq Azərbaycanda isə bunu görmürük. Birgə milli dəyərlər, mənəvi bağlılıq, ailə bağları bütün dünyanın özünə cəlb edən bir bağlardır. Həsəd apardığı, özlərinə tətbiq etmək istədiyi bir bağlardır. Elə deyək ki, Avropalaşma. Avropanın bizə marağı mənə elə gəlir ki, elə milli ailə dəyərlərimizi özlərinə tətbiq etməyi öyrənmək üçün Azərbaycana inteqrasiya edirlər, Azərbaycandan gəlirlər, Azərbaycandan öyrənmək istəyirlər. Niyə? Çünki Azərbaycanda onların maraqlı olaraq cəlb edən çoxlu məqamlar var. İnanıram ki, yaxın 10 illiklər ərzində də, 10 illik ərzində deyərəm ki, təhsilimiz də necə ki, ailə dəyərlərimiz Avropa üçün, Amerika üçün maraqlıdır, təhsilimiz də elə maraqlı olacaq. Müəllim demişkən, o çox da gec deyil. Çox sağ olun. Maraqlı fikirlərimizə görə vaxtımız məhduddur, yekunlaşır verilişimiz və sizin sözünüzə qüvvət. Mən də subyektiv fikrimdə düşünürəm ki, Azərbaycan yerləşdiyi unikal bir coğrafi mövqeyə uyğun olaraq yaxın gələcəkdə bir Azərbaycan təhsil modelini də formalaşdıracaq ki, bu təhsil modeli həm qərbə, həm şərqə açılan qapılara uyğun davranış nümayiş etdirə bilən, bu genişlənən, inkişaf edən dünyada öz yerdə tapa bilən uğurlu gənclik formalaşdıracaq və bu prosesin bünövrəsində əsasında kilit çalan müəllimlərimizin boynuna düşür bu məsuliyyətdə. Bu işdə sizə uğurlar arzulayırıq. Çox sağ olun gəldiyinizə görə. Təşəkkür edirik. Sağ olun.